ilə həm idman dünyasına, həm də həyatın gözəlliklərinə dair qiymətli dərslər təqdim edəcəklər. Bu xüsusi yeni il buraxılışı həm ruhlandırıcı, həm də hər birimiz üçün motivasiya dolu olacaq. Həyatını idmanla keçirən xanımlarımızın gözəl sözləri ilə yeni ilimizi qarşılayırıq. Hazır olun, çünki bu anlar sizin üçün çox dəyərli olacaq. İlk qonağımız Fəridə Əzizovadır. 2024-cü il onun üçün xüsusi və unudulmaz anlarla dolu oldu. İl başında o, idman sahəsindəki fəaliyyəti ilə böyük məsuliyyət daşıyan bir rola seçildi və idmançıların hüquqlarını qorumaq məqsədi ilə mühüm layihələrdə iştirak etdi. Həmçinin Fəridə Olimpiya səfiri təhsili alaraq bu böyük tədbirin təbliğində xüsusi rol oynadı və idman dünyasının inkişafına töhfə vermək üçün daha da hazırlıqlı bir şəkildə çalışdı. İdmanın daha təhlükəsiz və sağlam şəraitdə inkişafına dair layihələrdə fəal iştirak edərək böyük bir məsuliyyət və liderlik nümayiş etdirdi. Bugün isə o, bizə öz xüsusi yeni il təbriklərini və 2025-ci ildən gözləntilərini bölüşəcək. Salam, 2024-cü il artıq sona çatdı və bu il mənim üçün unudulmaz xatirələrlə yadda qaldı. Bu ilin əvvəllərində Gənclər və İdman Nazirliyi tərəfindən idmançı səfir olaraq seçildim. Səfir olaraq bir çox idman səvərləri və idmançıları idmana cəlb etdi və idman festivallarında iştirak edərək o idmançılara və idman səvərlərə master-klasslar keçdi. Eyni zamanda da Atletlər Komissiyasının sədr müavini olaraq bu ildə bir çox layihələrə imza attıq və onlardan biri və ən mühüm olanı isə hal-hazırda beynəlxalq platformalarında öz yerini tutan təhlükəsiz idmandır. Təhlükəsiz idman bildiyiniz kimi bütün idmançıların hüquqlarını qoruyur və Atletlər Komissiyasının sədr müavini olaraq da mən bu seminarlarda iştirak etdim və bir çox federasiyalara bu seminarları keçərək məşqçiləri və idmançıları maarifləndirdim. Eyni zamanda da 2024-cü il 23 illik karyeramda verdiyim ən mühüm qərarlarla da yadda qalacaq. Bayaq dediyim kimi 2023 illik idman karyeramı mən məhz bu il 2024-cü il sonlandırdım və 23 il ərzində dünya və Avropa arenalarında saysız medallar qazanmışam və eyni zamanda da Azərbaycanın himnini dünya və Avropa arenalarında səsləndirmək və bayrağını ən ucalara qaldırmaq hissləri unudulmazdır və çox qürur vericidir. Amma buna baxmayaraq 23 il ərzində qazanılmış travmalarda öz sözünü dedi və həkimlərin məsləhəti ilə artıq idman karyeramı sonlandırmaq qərarına gəldim. Və buna baxmayaraq bizim federasiyanın prezidentinin qərarı ilə də eyni ildə bu illərin oktyabr ayında artıq milli komandanın məşqçisi olaraq təyin olundum və bu da təbii ki çox sevindirici bir haldır və eyni zamanda demək istəyirəm ki qabaqdan gələn 2025-ci ildə də artıq öz karyeramı məşqçi olaraq davam etdirəcəm. Onu da qeyd etmək istəyirəm ki, artıq illərdir Azərbaycan İdman Akademiyasında müəllim kimi də çalışıram və Azərbaycanın tekvandoçularını, gələcək məşqçilərini yetişdirirəm. Bu ilin yay aylarında Yunanistana yola düşdüm. Yunanistanda 60-dan çox ölkədən 150 nəfərə yaxın atletlər iştirak edirdi və mən artıq burada Olimpiya səfiri olaraq təhsil aldım və bu təhsil mənim üçün gələcəkdə atacağım addımlar üçün çox böyük bir təkan verəcək. Və fürsətdən istifadə edərək 31 dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə hər birinizi təbrik edirəm. Bayramınız mübarək olsun. Növbəti qonaq
addım. Qarşıdan gələn yeni ildə əsas hədəfim zədənin təsirlərini tamamilə arxada qoyub daha güclü və hazır şəkildə yarışlara qayıtmaqdır. Hiss edirəm ki, bu il mənim üçün daha çox uğur, qələbə və şəxsi inkişaf ili olacaq. İlin son günündə komanda yoldaşlarıma, federasiya nümayəndələrinə, Gənclər və İdman Nazirliyinə və təbii ki, Milli Olimpiya Komitəsinə göstərdikləri dəstəyə görə dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz olmadan bu ilki uğurlarımız mümkün olmazdı. Hamınıza bu il üçün təşəkkür edirəm və gələcəkdə daha böyük uğurlara imza atmağımızı arzulayıram. İdmançılara ən önəmli məsləhətim odur ki, heç vaxt inamlarını itirməsinlər. Çətinliklər və uğursuzluqlar hər zaman olacaq, amma bu yalnız keçici mərhələlərdir. Hər bir idmançı həm fiziki, həm də psixoloji baxımdan Milli komanda ilə birlikdə B liqasında mübarizə apardı, ardınca Avropa çempionatının play-off mərhələsində çıxış etdi və bununla bir ilkə imza attı. Sevinç uğurlarına baxmayaraq futbolun çətin tərəfləri ilə üzləşdiyini və bunun onun üçün həm təcrübə, həm də irəliləmək üçün motivasiya verdiyini qeyd edir. 2024-cü ili özüm üçün həm uğurlu, həm uğursuz hesab edirəm. Uğurlardan danışmaq istərdim. Uğurlarımız 2024-cü ildə milli komanda olaraq Azərbaycan futbolu adına, Azərbaycan qadın futbolu adına çox böyük bir uğura imza atdıq. Bildiyiniz kimi C liqasından B liqasına yüksəldik və B liqasında da rəqiblərimizin çox güclü olmasına baxmayaraq yüksək əzmkarlıq ortaya qoyub play-off oynamaq şansı əldə etdik və play-offda da rəqibimiz çox güclü Portuqaliya komandası idi. Düşünürəm ki, Azərbaycan futbolu olaraq bu yerlərə gəlib çıxmağımız çox böyük uğurdur. Şəxsi karyerama gəldikdə isə mən 2024-cü ildə Səudiyyə Ərəbistan komandasından təklif aldım və icra əsnasında bir neçə müddət orada oynadım və yenidən mənə doğma olan Krasnodar komandasına qayıtdım və hal-hazırda Rusiyanın Krasnodar komandasının üzvüyəm və orada olmaqdan çox xoşbəxtəm. O komanda mənə çox doğmadır. Hal-hazırda da karyeramı orada davam etdirirəm. Düşünürəm ki, bir idmançı üçün təbii ki, onun
karyerasında həm yüksəliş olur, həm eniş vaxtlar olur. Bu da mənimlə belə deyim də tez-tez də olmasa, amma baş vermiş hallardan biridir ki, 2024-cü ildə də mən bu anı yaşadım. Bəzən çox stresli oldu, bəzən də depressiyalı oldu, amma düşünürəm ki, mən bu nöqtəsindən həmişə olduğu kimi yenə gəldim və bu stresli anlar geridə qaldı deyə düşünürəm. Bəlkə də hər çətinliklər bir yeni uğurların başlanğıcıdır, amma bunu bilmək üçün zamana ehtiyacımız var. Düşünürəm ki, gələcəkdə daha uğurlu nəticələr bizi və ya məni gözləyir. Çünki bunun üçün bəlkə də durmadan hər gün çalışıram. 2025-də arzum idman sahəsində təbii ki, bütün idmançılarımıza, idman ictimaiyyətinə uğurlar arzulayıram. Çox istərdim ki, biz yenidən Azərbaycan milli komandası olaraq, futbol komandası olaraq yenidən C liqasında mübarizə aparacaq və çox istərdim ki, 2025-ci ildə yenidən B liqasına vəsiqə qazanaq. Arzum budur və təbii ki, əzizlərimin, komanda yoldaşlarımın, tanıdığım insanların, ailəmin canının sağlam olması mənim üçün düşünürəm ki, ən uğurlu nəticələrdən biridir ki, ili əmin-amanlıqla bitirə bilək. 2025-ci ildən gözləntilərim təbii ki, öz ailəmin timsalında bütün Azərbaycan xalqına əmin-amanlıq, mehribançılıq, uca Allahdan ruzi bərəkət arzu edirəm. Üzlərinizdən gülüş əski olmamasını arzu edirəm. Üzləşdiyiniz bütün çətinliklərə sinə gəlməyi sizlərə arzu edirəm və hər birinizə 2025-ci il uğurlu və düşərli olsun. Bütün televiziya işçilərini, bütün idman sahəsində çalışan insanların timsalında hər kəsi və bütün Azərbaycan xalqını bu bayram münasibəti ilə təbrik etmək istəyirəm və Allahdan bərəkətli bir il və canlarınızın sağ olmasını çox istərdim və bunu arzu edirəm. Mənim üçün ən böyük arzu və uğur hər kəsin canının sağ olması və üzündən gülüşün əski olmamasıdır. Ümumilikdə arzum çox istərdim ki, Azərbaycan idmanı, Azərbaycan bayrağı daha yüksəkliklərdə dalğalansın. Tennisdə ölkəmizi layiqincə təmsil edən, həmçinin idman dünyasında böyük uğurlara imza atan hakimimiz Sara Abbasova ilə birlikdəyik. 2024-cü il onun üçün yalnız şəxsi həyatda deyil, həm də peşəkar sahədə mühüm bir il oldu. Bu il Sara bir tərəfdən ana olmağın xoşbəxtliyini yaşadı. Digər tərəfdən isə idman dünyasında daha da irəlilədi. Wimbledon turnirinin təsnifat mərhələsindən sonra ikinci dəfə əsas mərhələyə seçilməsi çox az sayda hakimin əldə edə biləcəyi bir nailiyyətdir. Bununla yanaşı Sara Paris Olimpiyadasında hakim kimi ölkəmizi təmsil etdi. Bu onun karyerasında böyük bir addım idi. Daha sonra Beynəlxalq Hakimlər Məktəbini uğurla bitirərək Azərbaycanın ilk beynəlxalq baş hakimi sertifikatını qazandı. Onun idman sahəsindəki peşəkarlığı yalnız gənc hakimlər üçün deyil, bütün insanlar üçün örnəkdir. Hər kəsə salam. 2024-cü il artıq bitmək üzrə və bu il mənim üçün çox gözəl, yeni təcrübələrlə və yeni nailiyyətlərlə dolu keçdi. Hər şeydən əvvəl ana olmaq xoşbəxtliyini və məsuliyyətini yaşadım. Həyat yoldaşımın və ailəmin mənə verdiyi dəstəklə özümü daha güclü hiss etdim. Bu il tenis karyeramda ikinci dəfə Wimbledon təsnifat mərhələsindən sonra əsas mərhələsinə seçildim. Heç gözləmirdim və çox böyük bir sürpriz oldu mənim üçün. Çünki əsas mərhələyə ikinci dəfə seçilmək şansı azdır və sadəcə sayılı hakimlər orada iştirak edə bilər və onların arasında mən də yer aldım. 3 il əvvəl 2021-ci ildə Paralimpiya oyunlarında iştirak etmişdim və bu mənim üçün ilk dəfə olaraq dünyanın ən böyük və ən mühüm idman təşkilatı olan Parisdə keçirilən Olimpiya oyunlarında ölkəmi və millətimi təmsil etdim. Hamı
Hamımız bilirik ki, olimpiyada bütün idmançılar üçün çox vacibdir və hakimlər üçün də bu yarışlarda seçilib iştirak etmək çox önəmlidir. Parisdə keçirilən günlər həyəcanlı, unudulmaz və təəssüratlarla dolu idi. O günlər həmişəlik yadımda qalacaq. Hətta bu il son ayında Gürcüstanda keçirilən Beynəlxalq Hakimlər Məktəbini uğurla bitirərək bir daha Azərbaycanın ilk beynəlxalq baş hakimi sertifikatını əldə etdim. Bu artıq mənim ikinci sertifikatımdır beynəlxalq olaraq və artıq beynəlxalq yarışlarda həm baş hakim, həm kürsü hakimi kimi iştirak etməyə haqq qazandım. Bütün bu ilklərlə birlikdə gözəl və dolu bir 2024 mənim üçün geridə qaldı. İndi yeni ildə yeni arzular və məqsədlər üçün hədəf qoymağa hazıram. Ümid edirəm ki, gələn il ölkəmi yenidən mühüm idman qurumlarında fəxri təmsil edəcəm. Uzun zaman sonra yeni Azərbaycanda ailəni qeyd edəcəm. İstəyirəm ki, qızım da bu havasını hiss etsin və yaşasın. Yeni il yaxınlaşır və tezliklə hər kəs hədiyyələr və xoş arzular mübadiləsi edəcək. Bu sevgi bayramda sizə böyük uğurlar gəlsin və əbədi qalsın. Qoy bu yeni il sizin üçün parlaq nağıl kimi qalsın. Hər birinizə gözəl və xoşbəxt yeni iliniz olsun. Qoy bütün arzularınız gerçəkləşsin, daha çox təbəssüm və həyatın şən anlarınız olsun. Qonaqlarımız arasında voleybol dünyasını yaxından tanıdığı və voleybol dünyasını yaxından tanıyan Şəfəq Kərimova da var. O, Voleybol Federasiyasının mətbuat katibi kimi federasiyanın gördüyü işlərdən bəhs etdi və 2024-cü ilin voleybol sahəsində çox əlamətdar keçdiyini vurğuladı. Çimərlik voleybolunda həm qadın, həm də kişi komandalarımız Avropa Kubokunun qalibi olaraq Azərbaycanın adını idman tarixində bir daha yazdılar. Federasiya eyni zamanda gənc və istedadlı idmançıları kəşf edərək onların yüksək liqada çıxış etməsinə şərait yaratdı. Bu nailiyyətlər federasiyanın təkcə bugünə deyil, həm də gələcəyə verdiyi böyük dəyəri göstərir. 2024-cü il başa çatır. 2025-ci ilə qədəm qoyacağıq. Azərbaycan Voleybol Federasiyası olaraq 2024-cü ildə görülən işlərə nəzər salsaq, görərik ki, 2024-cü il bizlər üçün çox düşərli, çox uğurlu, çox gözəl bir il olub. 2024-cü ildə biz 23-cü ildə başladığımız Azərbaycan çempionatları
Komanda üzrə beynəlxalq dərəcəli hakim olmaqla yanaşı, şəxsi həyatında da özünə yüksək standartlar qoyan biri kimi tanınır. Jalə üçün 2024-cü il yalnız peşəkar sahədə deyil, eyni zamanda fərdi inkişaf baxımından da əlamətdar oldu. Jalə yalnız səyahətlərlə deyil, həm də fərdi inkişafla məşğul oldu. O, rəqəmsal marketinq sahəsində özünü sınamağa başladı və bu sahədə ilk addımlarını uğur siyahısına daxil etdi. O deyir ki, yaşından asılı olmayaraq, insanlar hər zaman yeni şeylər öyrənməyə davam etməlidir. Gənclərə bu istiqamətdə davamlı olmağı tövsiyə edir. Eyni zamanda bu il Jalə tam 14 kitab oxuyaraq şəxsi inkişafına daha bir dəyər qatdı. 2024-cü il hər kəs kimi mənim üçün də müsbət və mənfi tərəfləri ilə yadda qaldı. 2024-cü ildə qarşıma qoyduğum məqsədlərin düşünürəm ki, 80%-ni həyata keçirə bilmişəm. Mənim üçün çox qürur verici haldır ki, mən bunu bacardım və ölkə xaricinə səfər etdim. 2 həftə müddətində yeni insanlar tanıdım, sosiallaşdım, təlimlərdə iştirak etdim. 2024-cü il ərzində mən bir çox ölkə səviyyəsində keçirilən festivallarda, tədbirlərdə iştirak etdim. Burada da yeni informasiyalar əldə etdim, yeni insanlarla tanış oldum. İndiki müddətdə mənə görə sosial çevrəmin yaxşı olması daha yaxşıdır. Çünki rəqəmsal bir dövrdə yaşayırıq və yeni informasiyalara tez adaptasiya olmalıyıq və hər gün nəyisə öyrənməliyik. Bunu nəzərə alaraq 2024-cü il müddətində mən digital marketing sahəsini öyrənməyə başladım və bunu da özümün qazandığım uğurlarım siyahısına yazdım. Bununla yanaşı idman sahəsində, təhsil sahəsində bir çox təlim seminarlarda iştirak edərək öz biliklərimi təkmilləşdirdim və yeni biliklər əldə etdim. Mən düşünürəm ki, yaşın neçə olmasından fərqli və asılı olmayaraq hər kəs hər gün nəyisə öyrənməlidir. Gənclərimizə də, həm yaşlılarına da bunu tövsiyə edirəm. Bu il mənim uğurlarımın arasına qatdığım ən gözəl uğurlarımdan biri də deyə bilərəm ki, Azərbaycan İdman Akademiyasında ilk dəfə olaraq keçirilən məzun forumunun ilk çıxışlarından biri oldu. Bir zamanlar təhsil aldığım təhsil müəssisəsində 1-ci və 4-cü kurs tələbələri ilə görüşdüm və onlara həyatımı danışdım və bu səviyyəyə necə gəldiyimi izah etdim. Çox həyəcan verici və mənim üçün qürur verici bir hissdir və hər bir gəncə bunu yaşamasını diləyirəm və bunun üçün də həqiqətən əzmli olmaq lazımdır deyə düşünürəm. E, 2024-cü ildə hobbilərimi inkişaf elətdirdim, belə deyə bilərəm. Mən kitab oxumağı sevirəm və il sonuna kimi 14 kitab tamamladım. Bacardığım qədər daha da artırmağa çalışıram bunu. Və həmin müddətdə müxtəlif şəkillər çəkdirdim. Şəkil çəkməyi də çox sevirəm, çəkdirməyi də. Konsertlərdə iştirak etdim. Sizi Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edirəm. Və sonunda bunu qeyd etmək istəyirəm ki, bu il sizə sevgi, xoşbəxtlik və uğurlarla dolu bir il olsun. Hər anınızı dəyərləndirin və yeni imkanlarla dolu bir il yaşayın. 2025-ci ildə görüşənədək bayramınız mübarək. Azərbaycan idmanının ən maraqlı ailələrindən biri əlbəttə ki, Seydiyevlər ailəsidir. Qonağımız futbol üzrə milli komandanın digər üzvü, istedadlı futbolçu Aysun Seydiyevadır. Həyat yoldaşı Amin Seydiyev də futbolçudur və o da milli komandanın üzvüdür. Bu da Seydiyevləri idman dünyasında nadir nümunələrdən birinə çevirir. 2024-cü il Aysun üçün həm yadda qalan, həm də sınaqlarla dolu bir il oldu. O bir oyunda 38 qol vuraraq rekord qırdı və Neftçi ilə çempionluq sevincini yaşadı. Üstəlik qadınların UEFA Çempionlar Liqasında ölkəmizi təmsil etdi.
Amma bu il onun üçün yalnız uğurlarla yadda qalmadı. Aldığı zədə toparlanmaq üçün uzun müddət tələb etdi. Buna baxmayaraq Aysun peşəsinə olan bağlılığı və əzmkarlığı ilə hər zaman diqqət mərkəzindədir. 2024-cü il mənim üçün bəzən çətin, bəzən də yadda qalan oldu. Yadda qalanlar oldu ki, bir oyunda 38 qol vurdum. Neftçi komandası ilə çempion olduq, Çempionlar Liqasına çıxış elədik. Çətinliklər də əməliyyat oldum, zədələndim və zədədən sonra da futbola qayıtmaq üçün bir neçə müddət yaşlı meydanlardan kənar qaldım. Buna baxmayaraq amma yenə davam elədim. ...2025-ci ildən gözləntilərim sağlıqlı, huzurlu, sevdiklərimlə, ailəmlə, yaxınlarımla, dostlarımla xoşbəxt, yaxşı həyatdır, uğurlu həyat olsun inşallah hamımız üçün. ...2025-ci illə bağlı planım yeni ilə alış-verişlə başlamaqdır. Hər şeyi təzələməkdir, təzə ilə təzə şeylərlə başlamaq istəyirəm. Hamınızın bayramını təbrik edirəm. İnşallah bu il hamımıza düşərli olar. Yeni iliniz mübarəkdir. Maç göndər hamıya. Elə. Beləliklə, bugünkü verilişimizin sonuna gəldik. Dünya Azərbaycanlılarının həmrəyliyi günündə birliyin nə qədər vacib və lazımlı olduğunu, uğurlarda nə qədər əhəmiyyət daşıdığını anlayırıq. İlin son gününü yaşayarkən bizə qonaq olan hər bir xanım idmançının paylaşdığı xatirələr, arzular və ilham dolu hekayələr bizi yenidən bir daha düşündürdü. Həyatın hər anında öz yolumuzda irəliləməyə, yeni məqsədlərə çatmağa və ətrafımıza müsbət enerji saçmağa çalışmalıyıq. Yeni il hər birimizin həyatında yeni başlanğıclar, yeni ümidlər deməkdir. Bu bayramda hər kəsə sağlamlıq, sevgi, uğurlar və xoşbəxtlik arzu edirik. 2025-ci il hər biriniz üçün bərəkətli, sevincli və məqsədlərinizə çatdığınız bir il olsun. Gələn il görüşmək ümidi ilə sağ olun və yeni iliniz mübarək. Mən buradayım. Mən tələsmirəm. Ucu yoruldum. Mən eşitmirəm. Ay nəfəsim. Oy, başlayayım. Yo. Şaxta baba. Eşidirsən? Orada ne? Mən niyə sərdə belə danışıram? Oxudum. Yoruldum. Boy, başlayayım. Все, hə?